Yeni vlogumdan herkese salam. Bu dəfəki vlogda təmizlik, alış-veriş, əşyaları düzənləmə və biraz da söhbət olacaq. Düşünürəm ki, bu formatda videolar mənim kanalımda sevilir. Elə isə başlayaq. Yeni bir cehiz alış-veriş eləmişəm. Nələr aldığımı sizinlə paylaşmaq istəyirəm. Əvvəlcə belə bir qab almışam. Baxın, bu formadadır. Alarkən düşündüm ki, içərisində nəsə bir sonluq falan eləyərəm. Bilmirəm tam olaraq bunun içində nə yemək olar. Nə bilim, sulu yemək falan yəqin ki olar. Arasında belə 6 ədədli su stakanı aldım. Çünki bizdə su stakanları tez-tez qırılır. Ümid edirəm ki, bu biraz uzun ömürlü olar. Bunun qəşəngliyinə baxın. Buna ürəyim getdi. Yəni o qədər çox bəyəndim ki bu qabı. Və bunu görərkən bunun içərisində dovğa xəyal eləmişəm. Çünki dovğa çox sevirəm. Və bunun içərisində düşünürəm ki, çox qəşəng olar. Hətta bir dənə onun xüsusi bir videosunu da çəkmək olar. Dovğa videosu. Bunun içərisində sunumluq. Başqa şeylərə də sup falan qəşəngdir. Mən ümumiyyətlə sup sevirəm. Sonra görək başqa nələr var. Baxın, bir dənə belə bir şey aldım. Bunu 1 manatlıq mağazadan 1 manata almışam. Digərlərini Novasomdan almışdım. Sıx süzgəcdir. Düşünürəm ki, bu yaxşı olacaq. Məndə o qədər süzgəclər var ki, hər növünü almışam. Amma hələ ki tam ürəyimə yatanı yoxdur, axtarış içərisində. O belə əllə sıxılanlar, nə bilim, setka kimi olanlar. Nəysə, sonra nə almışam? Ən qəşənglərini saxlayıram sona. Baxın, belə bir qəlib almışam. Hansı ki, qarşıdan bilirsiniz ki, bayram gəlir. Bayram vaxtı salat hazırlayanda mimoza falan. Əslində, digər tərəfdən açılırdı. Amma burası qopmuş deyil, buradan açdım. Mimoza falan içərisində eləməyə, həmçinin turta eləmək olar. Belə hündürlüyü 8 cm ki, sizə belə göstərim, baxın. Çoxunuz bəlkə də bilirsiniz. Belə istədiyiniz qədər açılır, böyüyür. İstədiyiniz qədər də dediyim, üzərində yazılan ölçü qədər böyüyür. Və açdıqdan sonra da buradakı dəmiri bura keçirdirsiniz ki, bu bunu belə yumru və bərk saxlasın. Məsələn, mimoza salatının içərisində eləyirsiniz, daha sonra belə çıxardırsınız, qəşəng səliqəli bir görüntü yaranır. Bu da belə getdi. Sonra nəyimiz var? Belə bir şeydir. Hansı ki, bunun çoxunuzda bəlkə də var. Prosta almışam deyə göstərirəm. Bir saniyə, bekləyiniz. Əslində başqa şeylər də almışdım. Soyuducu üçün o ərzaq saxlama falan almışdım. Onlar sadəcə olaraq o birisi otaqdadır. Baxın, belə bir şeylərdir. Belə papaq deyirlər. Ölçüsü də böyük olmalıdır, səhv eləmirəmsə, baxın. Belə bir şeydir, rezinlidir. Yəni böyük boşqabların da üzərinə keçir. Mən digər otağa hal-hazırda keçə bilmirəm. Çünki ora keçsəm uşaqlar ardımca bura gələcək və mən istəmirəm. Onlar gələndə inanın ki, imkan vermirlər. Mən nəsə çəkəm. Ona görə bu dəfəlik bunları çəkirəm. İnşallah gələn dəfə part 2-də olar. Part 2-də də digər şeyləri çəkirəm. Və ən qəşənglərini keçirik. Bu şeydən qalın. Baxın, nə gözəldir. Bunu o qədər sevərək almışam ki, hətta burada üstünə yazısına bax. Əl vurma müştərini. Getdim mağazadan baxdım, neçə vaxtı gözləyirdim ki, bu endirimə düşsün. Gördüm endirimə düşüb, amma endirimi təsdiqlənmir. Sırf bu printdən bir ədəd qalmışdı. Mən dedim ki, onda mən bunun ödənişini ödəyim, amma burada qalsın, endirim təsdiqlənəsə onlar dedi ki, yox, elə şey olmaz da. Dedim, yaxşı, onda elə bilin ki, mən ödəmişəm. Bunun üzərində nəsə bir şey yazın ki, başqa bir dənə kimsə gələr, alar. Endirimə düşsün, gəlin mən bunu götürüm də, endirim təsdiqlənsin. Nəysə, elə də oldu, belə yazdılar, saxladılar, sağ olsunlar. Mən də artıq sabahsı gün gedəndə zəng elədilər ki, təsdiqlənin endirim, gəlin götürün. Mən də getdim, götürdüm. Açığı hər saat bir şey bu qədər xoşuma gəlmir. Amma bu o qədər çox xoşuma gəlmişdi ki, bu printlər də çox incə, çox gözəldir. İnşallah bunun içərisində yeni il tortu hazırlayaram. Yeni il demişkən, sıradakına... Buna baxın, görünür qəşəng. Çox qəşəng oldu. Bu kan qarşısında qəşəng isti şokoladlı bir storylər gözləyin Instagramda. Bu arada Instagramda da Sevasmut adı var. Oradan da məni izləyə bilərsiniz. Burada özüm üçün bir mini künc yaratmaq istəyirəm. İnşallah ki, vaxt olar o küncü yaratmağa. Belə bir çay dəsmalı. Bu gerdə qalan şeylər, nə bilim, qab-yumaq kupkası, belə şeylərdir. Düşünürəm ki, bunları göstərməyə ehtiyacı durdurdum. Bir də belə bir şey var. Altına qoymaq üçün. Bu qədər. Başlayaq işlərə. Mətbəxdəki hansı ki ərzaqlar olan dolabların içərisindəki saxlama qablarını dəyişdirəcəyik. Başqası ilə belə şüşə olanlara keçirəm. Bəzi məhsulları artıq şüşə saxlama qablarında saxlayacaq. Məndə əvvəldən də şüşə saxlama qabları var idi. Amma görünüş olaraq bəyənmədiyimə görə dəyişdirdim. Plastikə keçdim. İndi bəziləri plastik olaraq qalacaq. Bəziləri isə belə şüşələr, digərləri də var. İndi bunları istəyirəm hamısını bir yerdə yuyaq. Ondan sonra da
görək nələrimiz var, onları yerləşdirdik. Düzdür, gönül istərdi ki, bütün saxlama qablarımın hamısı eyni olsun, amma hərəsini fərqli vaxtlarda almışam və düşünürəm ki, yəni hamısını birdən sıfırlayıb dəyişdirmək pul israfıdır. Ona görə də olanlarla qane oluruq və mövcud vəziyyət altında ən yaxşı düzənləməni edəcək, görək necə alınır. Instagramda və digər platformalarda qüsursuz, hər tərəfi düzənli, səliqəli, rəngləri bir-birinə uyumlu evlər görməkdən normal ev görəndə artıq insanlara qəribə gəlir. Amma reallıq budur ki, evdə hər şeyin rəngi bir-birinə uyumlu olmaması və ya hər yerin düzənli olmaması çox normaldır. Plan dağınıqdır və mən bunun fərqindəyəm, amma heç nəyi dəyişdirmirəm. Çünki mən həqiqətən də istəyirəm ki, hər şey olduğu kimi olsun. Necə var elə. Yəni yalandan oranı təmizləyim, buranı təmizləyim, sonra çəkiliş eləyim. Elə yox. Mən bunu alanda elə bilirdim ki, bunlar streçdir. Deməyəsən özünün cızıqlarıymış. Özündə belə cızıqlar var. Deyəsən elə deyil. Bunda həqiqətən də streç var. Hə, bu qəşəng baxın. Düzəməli şey satıldı kanalımda. Belə tam tuta bilməmişəm. Əslində tutmuşam təxmini olaraq, belə deyim də. Belə başa düşürəm ki, təmizlik vloqları daha çox sevilir. Çünki 2 dənə təmizlik vloqu paylaşmışam indiyə kimi YouTube kanalımda və YouTube kanalımda indiyə kimi paylaşdığım videoların içərisində ən çox izlənən elə sırf o 2 videodur. Ona görə düşünürəm ki, təmizlik vloqları, təmizlik videoları daha çox sevilir. Ona görə də böyük ehtimal təmizlik vloqu üzərindən gedəcəm. Amma təmizlik vloqunda nə qədər çəkmək olar ki, görəsə o sıxıcı gəlməzmi deyə düşünürəm. Təbii ki, araya maraqlı şeylər də qatacağam ki, maraqlı olsun. Hər vloqun içində demək olar ki, yemək bişirmək var. Çalışıram ki, faydalı nələrsə paylaşım. Yəni sırf bir mövzu üzrə deyil mənim vloqum, bildiyiniz kimi. Onu da deyim ki, əgər videomu izləyirsinizsə, aşağıdan abunə olun və oradan bildirişləri açın ki, mən yeni video paylaşanda sizin qarşınıza çıxsın. Çünki bildiyiniz kimi YouTube'da çox videolar olur və mənim videom sizin qarşınıza çıxmaya bilər. Gedək bunları təmizləməyə, yumağa. Ötən gün bir video izlədim. İndi ağlımda qalanları sizə danışacağam. Düşünürəm ki, həqiqətən çox düz deyir. Həmin o sözləri deyən qadın özü iş qadınıdır. Amma o deyir ki, mənə görə dünyanın ən ağır işi ev xanımı olmaqdır. Yəni evdar bir qadın olmaqdır. Və bildirir ki, bunun iş yükünün ağır olması ilə heç bir əlaqəsi yoxdur. Əsas olan ən birinci olaraq ev işlərinin nankör olmasıdır. Yəni məsələn, yeməyi bişirirsən, axşam yeyilir və artıq həmin yemək yoxdur. Qabları yuyursan, qablar yenidən çirklənir. Eyni ilə paltarlar, eyni ilə təmizlik və digər işlər. Yəni sən nə qədər etsən də bitmir ki, bitmir. Və bu etdiyimiz işlərə görə nə bir təşəkkür var, nə bir mükafat var, heç nə də yoxdur. Acı tərəfi isə odur ki, kişilər deyir ki, bütün günü evdə neynəmsən ki, hə, yemək bişirmirsən, bişirməlisən də. Yəni təşəkkür gözləyəndə belə bunu çox görürlər. Evdar qadınlarda fiziki sarsılmadan çox psixoloji sarsılma olur. Mən də bir evdar qadın olaraq bu fikirlərlə tamamilə razıyam. Siz də öz fikrinizi yazsanız çox sevinərəm. Çünki bilirəm ki, videomu izləyənlərin bir çox hissəsi xanımlardır. Ümumiyyətlə qadın olmaq çətindir, amma sizcə evdar qadın olmaq çətindir, yoxsa iş qadını olmaq daha çox çətindir? Məsələn, mən özümdən deyim, mən xərçəng bürcəyəm və ona görə də evi çox sevirəm. Evdə vaxt keçirtməyi, ev işləri görməyi həqiqətən də çox sevirəm. Amma bəzən elə anlar olur ki, hər şeyə çatmaq istəyirəm və çata bilmədiyimi görəndə həm ruhdan düşürəm, həm də ki, çox əsəbləşirəm. Bilmirəm hansı işə qaçım. Bu dəfəki vloqumu burada sonlandırıram, amma digər hissədə olacaq, hansı ki, digər dolablarımızı səliqəyə salacaq və başqa işlər görəcəyik. İkinci hissədə görüşmək üzrə, hələlik.